Əgər Pekinə getdinizsə, mütləq uşaqlarla zooparka getməlisiniz. Çünki burada zoopark hədsiz böyük və maraqlıdır. Onu da paylaşım ki, zooparkı gəzmək üçün heç bir gündə bəs eləmədi bizə. Biz səhər getdik, saat 5-də artıq yorulub zooparkdan qayıtdıq, amma zooparkın hər bir tərəfini gəzə bilmədik. Çünki hava çox isti idi, birdən yağış yağırdı, bürkü olurdu. Ona görə adam tez yorulur. Zooparka 2 böyük, 3 uşaq üçün hardasa bizim pulla 15-17 manat arası ödədik. Yəni zooparka giriş pulu elə də baha deyil. Burada bizim üçün ən maraqlı əlbəttə pandalar idi. Pandalara baxdıqdan sonra belə bir vitrin var idi. Ağlınıza gələ biləcək pandadan maraqlı oyuncaqlar və fərqli bir şeylər satırdılar. Biz də uşaqların istədiyi oyuncaqlardan aldıq. Daha sonra isə ağ ayıya baxmağa getdik. Bura isə mən bayıldım. Özümü əməlli başlı qədim Çin kinolarında hiss elədim və yağış yağmışdı. Yağışdan sonra buranın mənzərəsi xüsusilə gözəl idi və onu da paylaşım. Yağış Pekin üçün adi haldır. Hər saniyə, hər dəqiqə yağış yağa bilər. Hər kəsin çantasında çətiri var. Daha sonra fillərə, digər heyvanlara da baxıb biraz mola verdik. Burada belə deyək, bizim dillə spagettilər satılırdı. Onlardan aldıq, yedik. Dadı pis değildi. Yaxşı, çox ədva vurmamışdılar spagettiyə və yorulduq deyə daha sonra isə evə geri döndük və zooparkı çox bəyəndik.